Mehman bəy, gördükləriniz zamanla dəyişib. Mən hələ bir insanam ki, mən 100 metrdən bir insana nə olacağını bilirəm. Deməli, dekabrın 31-idir. 5 nəfər uşaq oturub ətrafımda. Gəldilər, Mehman bəy, necəsiz, biz üçün nə görürsünüz? Mən də hələ bir vaxtdayam ki, mən 12-dən sonra, məsəl üçün bizdə qəbullar 12-dən sonra olur da. 12-dən sonra biz, məsəl üçün, axşam 12-dən sonra işlər görürük, dualar yazırıq. Hələ keçdim, bir uşaq var idi. Olardı bir 26-27 yaşı. Mən buna baxdım, dedim, bu uşaqdan müğayət olun. Demədim, uşaqların yanında demədim. Ancaq özüm bilirdim ki, bu uşaq öləcək. Üstündən 2 ay keçmədi. Uşaq Şabranda qəzaya düşdü, öldü. Halbuki mənim yanıma uzaq rayonlardan gəliblər. Demişəm ki, yol üstündə ehtiyatlı ol. Halbuki 3 gündən sonra avariya düşüb ölüb. Mən bir şey danışacağım. Mənim dost oğluma əmioğlum. Mən getdim onun evinə. Dedim, bu evdən qan iyi gəlir. Bu evdən qan iyi gəlir. Mən bu evdə olan ölüm hissi. Mən elə bir adamam ki, mən bir insanın öləcəyini tez hiss edirəm. Bir insan nə vaxt öləcəyin, düzdür, Allaha qurban olum. Ancaq mən cindaram. Mən bugünkü gündə hiss edirəm ki, qan iyi gəlir. Halbuki getdim, dedim, bu evdən qan iyi gəlir. Üstündən bir ay keçmədi ki, əmioğlumu güllələyib üstümüzə göndərdilər. Bax, bunu mən sizə deyim biləsiniz. Bəzi insanlar fikirləşər ki, hə, bu bir oyundur, pul tələsidir. Məni tanıyan tanıyır ki, mən necə bir insanam. Mənim gördüyüm şeyləri heç kəs görə bilməz. Bugünkü gündə ölümü hiss edən adamam mən. Bugünkü gündə cadunu adamlar var ki, bugünkü gündə aparır, qoyur. Çox görmüşəm falçıları ki, hər hansı bir rayona gedir, apar 10-dan 15 lira cadu bastırır. Halbuki mən ilə hiss edirəm ki, bugünkü gündə cadu harda var. Çünki mənə cinlər vasitəsindən deyilir. Adamlar var, inanmır. Halbuki mən uşaq vaxtı 6 yaşım var idi. Mən öz anamı, atamı cin görürdüm. Halbuki mən əncil ağacının altında yatırdım ki, o cinlər məndən uzaqlaşsın. Halbuki o vergi mənə üstümə oturulandan sonra, o vergi mənə veriləndən sonra mən rahatla uğraşdım və mən insana deyirəm ki, sən belə olacaqsan, bu olurdu. Çox şeylər görmüşəm. Onun üçün də demək istəyirəm ki, ölümün adicə anın insanlar bugünkü gündə istəyə bilməz. Ancaq mən bunu istəyirəm. Və demək istəyirəm ki, Allah Taala hər birimizə xeyirli ömür versin. Rahat yaşayaq, heç kəsdən möhtac olmayaq.